Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli Müslümanlar, gıybet yani bir şəxsin elə bir söhbətini etmək ki, o eşitsə o sözü qəzəblənəcək. Buna deyirlər qeybət. Yəni bu sözə görə hər kəs günah daşıyır. Qeybət sözünün lüğəti mənası olmayanın söhbəti deməkdir. Qeybə olmayan birisinə deyirlər. Yəni olmayan birinin söhbəti. Halbuki olmayan birinin elə söhbəti var ki, o qeybət sayılmır. Necə ki, Resulullah'dan soruşdular ki, ya Resulallah, qeybət nədir? Halbuki Ərəblər Ərəbcə bilirdilər qeybət nədir. Amma şər'i mənada qeybət Resulullah aydınlıq gətirir ki, olmayan bir şəxsin elə bir söhbətini etmək ki, o onu eşitsə qəzəblənər. Yəni xoşuna gəlməz. Hər nədir? O bəzən düşünürük, olub danışıram da, bəli, hələ eyni sualı Allahın Resuluna dedilər. Ya Resulullah, o hadisə olub da, biz olan hadisəni danışırıq. O dedi, əlbəttə ki, olan hadisəni danışsan, onun sahibinin xoşuna gəlməyən söhbət olsa, sən bunun üçün günah daşıyırsan, halallıq almasan günahının ölçüsündə ondan yüklənməlisən. Əgər olmayan söhbəti eləsən, o zaman bu qeybət deyil. Bu böhtandır, iftira. Bu isə zinaya bərabər günahdır. Yəni böhtan zinadan da şiddətli günahdır. Yəni böhtan ayrıdır. Yəni olmayan bir söhbəti etməkdir. Olan söhbəti etməyə qeybət deyirlər. Misal üçün, bir nəfərlə sənin bir söhbətin olmuşdu, aranızda olmuşdu, bitmişdi, sən onun sözünü gəlib başqası üçün danışırsan. O bunu eşidəndə qəzəblənir ki, bizim aramızda olan sözü niyə danışdın? Mənim evimdə olan sözü niyə danışmısan? Mənim nöqsanımı niyə danışmısan? Deməli, xoşlamadığı bir söz. Danışmaq qeybət sayılır, bu günahdır. Amma xoşladığı söz olsa, yəni sahibi onu eşitsə, o da bu sözünə görə sevinər. Misal üçün, onun olmadığı yerdə sən onun bir hadisəsini danışmısan ki, onun haqlı olduğunu demisən. Danışmısan ki, o bu məsələdə haqlı idi, o düz danışırdı, onda günah yox idi. O bunu eşidəndə ki, sən danışmısan belə, o sevinç hissi yaşayırsa ki, sağ olsun, alqışlayırsa ki, məni olmadığım yerdə müdafiə etmisən, bax bu zahirdə qeybət olsa da, yəni olmayan birinin söhbəti olsa da, sahibinə sevinç verdiyinə görə, sən buna görə mükafat alırsan. Nəyim ki, günah. Amma onun istəmədiyi bir sözü danışmaq günahdır. Dəyərli insanlar, günümüzün ən böyük problemlərindən biridir bu. Çünki bütün məclislərin hökmən bir 3-5% qeybətlə davam edir. Hətta bəzi insanlar elə bilirlər ki, dindən danışırıq, hətta dindən belə danışıb qeybət edənlər vardır. Misal üçün, digər bir elmli qardaşının söhbətini edir. O filan məclisdə belə deyib, düz deməyib, onu belə deməzdilər, o doğru danışmayıb, halbuki bu qeybətdir. Və onları incələyəndə onlar deyirlər, biz yanlışı düzəldirik. Bu yanlış düzəltmək deyil. Biz biri digərimizin qardaşı və bacısıyıq. Əgər bizim övladımız, çox sevdiyimiz birisi xəta edəndə biz gedib insanlara onu danışırıq, biz, şəxsən sən, mən, heç evimizin problemini gedib insanlarla bölüşürük? Yox, niyə? Deyirik ki, o mənim nöqsanımdır, hara danışıram ki?
Deməli, nöqsanımı danışmıram. Niyə? Çox yaxınımdır. Bax, axı biz biri-birimizin də bacısı qardaşıyıq. Nə olsun ki, anadan bir, atadan bir deyilik. Biz dində bacı qardaşıq. Biz insanıq. Biz toplum olaraq bir-birimizi tamamlayırıq. Niyə bir-birimizi tamamlamırıq? Bir-birimizi naqis qoyuruq ki? Düzəldək nöqsanlarımızı. Eybimiz varsa, onu danışmaq lazımdırsa, get onu sahibinə danış. Sahibinə de ki, sən dünən doğru etmədin. O dostunla belə zarafat etdin. Onun acığı gəldi. O pərt oldu. Ona de. Gedib orada burada danışma. Bəli, hər nədir dəyərli insanlar. Biz burada nə qədər də danışsaq, elə hamımız bu eyni yerdə, hamımız bunun bəlasını çəkirik. Birimiz biraz çox, birimiz biraz az. Hər nədir? Oldu. Danışdımsa. Nədir bunun kəffarəsi? İndi mən bağışlanmaq istəyirəm. İstəyirəm islah olam, istəyirəm düzələm. Nə edeyim? Bəli. Bax, unutma. 1. Allah Qur'an-ı Kərimdə Qaf surəsi 18-ci ayədə belə buyurmuşdu. Əuzu billahi minəşşeytanirracim. Mə yəlfizu min qavlin illə lədeyhi raqibun atid. Sizin elə bir kəlməniz yoxdur ki, siz onu danışdıqda mənim nəzarətçilərim sizi izləməsin. Hər bir sözünüz izlənilir. Hər bir sözünüz qeydə alınır. Qeydə alınır. Bəli, nə çıxır ağzından qeydə alınır? Söz olaraq. Və Hucurat surəsi 11-ci ayədə isə Rəbbimiz buyurur. وَلَا يَغْتَبْ بَعْدُكُمْ بَعْدًا. Heç zaman biri-birinizin qeybətini etməyin. Allahın Rəsulü sallallahu aleyhi və səlləm hər nədir olubsa bu hadisə, bundan təmizlənmək üçün qayda qoyulmuşdu. 1. Tövbə etmək. Konkret tövbə edirsən. Tövbə et, dəyərli insan. Bu xırda şey deyil, ha. Xırda söz deyil. Allahın Rəsulü sallallahu aleyhi və səlləm bir məzarın yanından keçəndə durdu və dedi, aman Allahım, bu məzarın sahibləri 2 nəfər idi. İkisi də əzab çəkir. Biri qeybət etdiyi üçün nəmmamlıq edirdi, söz gəzdirirdi. Bunun sözünü ona, onun sözünü buna gətirirdi. Digəri isə təmizliyinə baxmırdı. Tualet işi görəndə üstünə çılanardı, bu da onu təmizləməzdi. Onun əzabını çəkir. Deməli, sənin bu günləri sözdür dedim, danışıram dediyim, söhbət də edirəm dediyimin bir gün qəbirdə əzabı vardır. Ona görə 1. Tövbə et. Tövbə nədir? Allahım, mən peşiman oldum bu danışdıqlarımdan. Bundan sonra kiminsə qeybətini etməyəcəyəm. Peşiman ol, bu işdən dön. 2. Kimin üçün qeybət etmisənsə, onun üçün Allahdan bağışlanma dilə. Bəli, bəli. Kimin haqqında danışmısan, misal üçün Əhmədin söhbətini etmisən. Namazda, dualarında əlini qaldırıb de, Allahım, Əhmədi bağışla. Allahım, Fatiməni bağışla. Yəni, kimin sözünü danışmısansa, onun üçün Allahdan bağışlanma dilə. Gör ha, Allah necə düzəldir bizi. Allah bizi elə düzəldir ki, yəni nəyim ki, geri dön. Hətta qeybətini etdiyini sevməyə başla. Çünki adətən biz duanı sevdiklərimiz üçün eləyirik. Deməli, onu sev ki, niyə? Bəs burada fayda nədir? Hələ o adam özü üçün dua edər də, bir də onun sevdikləri onun üçün dua edir də, hələ bir də onu sevməyən onun üçün dua etsin. Bəli, çünki ola bilsin ki, sənin duan ilə Allah onu bağışlasın. Və yaxud da ki, sənin duan ilə onun bugün evində baş verəcək bir bəla qalxsın onun evindən. Sabahları qiyamət günü Allah ona deyəndə ki, ey Əhməd, bağışla bunu, bu sənin qeybətini etmişdi və tövbə etdi, peşiman oldu, mən də bunu bağışladım. Qalıb sən, bağışla bunu.
və ona deyəcək, bu sənin üçün dua edib və bir gün sənin evində olan bir bəlanı mən bunun duası ilə səndən qaldırmışam. Hele ona görə də o qarşılıqlı olduğuna görə ola bilsin ki, həmən gün səni bağışlasın. Ona görə də qeybət etdiyin adam üçün bağışlanma dilə. 3. Həmən qeybət etdiyin adamı ondan sonra həmişə gözəl xatırla. Gözəl xatırla. Gözəl xatırlamaq bilirsən nə gözəldir. Bizim həyatımızda nə qədər insanlar vardır ki, onlar bizim yadımıza düşəndə içimizdə sevinc oyanır. Amma neçə insanlar vardır ki, onlar yadımıza düşəndə içimizdə nifrət oyanır. Baxın, dəyərli insanlar, səni xatırlayanda, səni gözəl xatırlayanları həyatında çoxalt. Həyatında çoxalt ki, sən kiminsə yadına düşəndə gözəl xatırlan. O söz varı, mən söz gəldi qala bilmirəm, gərək hökmən deyəm. Yerində onun cavabını verməliyəm. O adamlar var ha, heç yaxşı xatırlanmır ki. Onlar heç vaxt gözəl xatırlanmırlar. Siz unutmayın, sən sözü yerində deyən deyilsən. Sən özünə düşmən qazanansan. Amma o adam var ha, ona haqqına girdilər. O sustu, başını aşağı saldı, cavab vermədi ha. Bilirsiniz nə qədər uca insandır o. Bilirsiniz Allah yanında nə gözəl xatırlanır o. Hele ona görə də bizim hər birimizin həyatında belə adam var ki, biz ona zülm etmişik. Biz onu gülünc vəziyyətinə qoymuşuq. O isə həmən vaxtı başını aşağı salıb, heç nə deməyib. Halbuki bir söz deyə bilərdi, o da mənə cavab verə bilərdi. O da mənim yaralı yerimdən vura bilərdi. Məgər bizim yaralı yerlərimiz yoxdur. Amma o vurmadı, səbr etdi. Baxın, illər keçsə belə, o bizim yadımıza düşəndə, bəlkə də biz onları göz yaşları ilə xatırlayırıq ki, Allahım, o nə qədər böyük insan idi. Bax, o sevgi var ha, bizim içimizdə yaranır. Bax, o sevgini yaşamaq lazımdır. Ona görə də qeybət etdiyin adamı bundan sonra yaxşı xatırla. İçində ona qarşı gözəl duyğular olsun ki, çünki sən onun haqqına girdin, Allah isə bunun üstünü açmayıb. Sən onun qeybətini etmisən, Allah bunun üstünü açmayıb. 4-cü şərt, üzrxahlıq dilə ondan. Həmin adamdan gedib üzrxahlıq dilə ki, filan kəs haqqını halal et. O günləri bir söz düşdü, mən səndən danışdım, peşiman oldum sonra danışmağıma, məni bağışla. Amma bunun şərti var. Bunun şərti nədir? O zaman üzrxahlıq dilə ki, əgər üzrxahlıq diləsən, daha böyük fitnə çıxmayacaq. Yoxsa sən gedib üzrxahlıq diləsən, o bunu eşitsə, necə siz mənim üçün bu söhbəti etmişsiniz, daha qıcıqlanacaq, daha böyük fitnə qopacaqsa, o zaman sus. Daha etmisən, bəlaya düşmüsən, danışmısan, eybi yox. O biri işləri görmüsənsə, yəni onun üçün istiğfar diləmisənsə, sonra Allah yanında Allahın onun bağışlamasını istəmisənsə, elə qiyamət günü Allah sizi barışdırar. Daha bu sözü açma. Çünki hər nöqsanımız açılası nöqsan deyil. Həyatımızda elə yanlışlıqlar var ki, o açılsa biz daha pis vəziyyətə düşərik. Allah bizim eybimizi örtsün. Allah gizlətsin bizim o eyblərimizi və bir daha da onu təkrar etməyə bizi yönəltməsin. Deməli, 4-cü şərt üzrxahlıq diləməkdir. Üzrxahlığı da o vaxtı deliyirsən ki, daha böyük fitnə qopmayacaq. Dəyərli insanlar, bu 4 qeybətin kəffarəsidir. Yəni, qeybətin cəriməsidir. Tövbə etmək, qeybət etdiyin adamın haqqında Allahdan bağışlanma diləmək, həmən adamı gözəl xatırlamaq və ondan üzrxahlıq diləmək. Buna deyirlər qeybətin kəffarəsi. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.